Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın iznlə bu dəfəki çatdıracağımız mövzu qohumluq, əqrabalıq əlaqələrin kəsməmək və daima buna diqqət etmək haqqında. Bugünkü ən böyük İslami qayəmiz bu bağları qoruyub saxlamaqdır. Çünki insanoğlu olaraq insan elə ki, sosiallıqdan çıxdı, fərdə keçdi, o zaman artıq insan mənəmçilik ön plana çıxır və insanda durum ortaya çıxır. Hansı durum? Öz yanlışların görülmək. Amma elə ki, insanlar bu qohumluq bağlarını riayət edib bir arada olur, artıq onlar bir-birinin yanlışlarını da görürlər, bir-birinin yardımını da dururlar və bir-birinin xeyrində də, şərində də bərabər olurlar. Və İslam dini qohumluq əlaqələrinə silə-i rəhim deyir. Silə, bağ deməkdir. Rəhim, ana rəhmi deməkdir. Yəni, tərcümə olduqda silə, bağ, rəhim isə ana rəhmi deyir. Yəni, ana rəhimindən əmələ gəlmiş bir insanların qohumluq bağları. Bunlar nə qədər olursa olsun, qohumluq bağlarını qoruyub saxlamaq İslam dini bizdən istəyir. Və İslam dini gəldikdə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ilk təbliği kimdən başlayır? Qohumlardan. Çünki Allah subhanahu da Quran-ı Kərimdə ki, o qohumların, Allahın dini o qohumlarına çatır. İlk təbliğ işi də onlardan başladı. Bəli, ilk irad da onlardan gəldi. Çünki sənin hər dediyin sözü hər kəs qəbul edəcək bir şey də yoxdur. Burada nəfs ön plana çıxır və nəfsindən dolayı istəyir qohumun olsun, istəyir yad olsun. Bəli, hər zaman insanlar sənə qarşı çıxa biləcək. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkin. Allah subhanahu birinci, Allahdan əlaqəni kəsməyə qeyd edir. Ki, heç vaxt Allahdan uzaqlaşma. İkinci nəyə vurğulayıb? Qohumlardan. Yəni, o qədər önəmli bir məsələdir ki, Allah subhanahu özü ilə əlaqəni kəsməkdən sonra qohumlarla əlaqəni kəsməyə buyurur. Ki, onlarla əlaqəni kəsmə. Onların əlaqəni daima qoru saxla. Hətta təfsir alimləri buyurur ki, qohumluq əlaqələrini kəsmək cəhənnəmə belə insana aparıb çıxardır. Çünki Allah subhanahu özü ilə bərabər qeyd edir bunu. Özü ilə əlaqəni kəsməklə bərabər qeyd edir. Və Allah subhanahu başqa ayədə buyurur ki, Allah ilə ət bağladıqdan sonra onu pozanlar, Allahdan birləşdirilməsini əmr etdiyi qohumluq bağlarını qoparanlar, fitnə, fəsad törədən şəxslərdir. Yəni, Allah subhanahu istədiyi, o bağı bağlamağı istədiyi o bağ var, qohumluq bağı. Onu deyib, qoparmaq istəyən şəxslər fitnəkar şəxslərdir, Allah subhanahu buyurur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu ki, ömrünü uzun və bərəkətli olmağını istəyən şəxs qohumlarına xeyir iş görsün. Qohumları ilə münasibətini gözəlləşdirsin. Kimin ki istəyir ki, ömür uzansın və bərəkətləndirsin, qohumluq bağlarına riayət etsin. Ən böyük qohumluq bağları valideynlərlə olan qohumluq bağlarıdır. Ki, bizim ən böyük qohumluq bağlarımız valideynlərimizdir. Və Allah subhanahu wa ta'ala valideynlərimiz olan bu bağı bizə çatdırarkən buyurur ki, Rəbbiniz yalnız ona ibadət etməyi, valideynlər yaxşı etməyi, onlara yaxşı baxıb, gözəl davranmağı buyurmuşdur. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanıb, qocalığın ən düşkün çağına yetsə, onlara uf belə demə. Üstlərinə qışqırıb, acı söz söyləmə. Onları xoş danış. Onların hər ikisi acıyaraq öz mərhəmət qanadlarının altına al. Allah subhanahu wa ta'ala ilk qohumluq bağlarından və ən çox riayət valideynlərimizdir. İlk bağ bizim bunlarla başlayır. Əgər bir şəxs valideynlər olan bu qohumluq bağlarını kəsərsə, artıq başqaları ilə kəsəcək. Yəni, bir şəxs görsünüz, valideynlərlə əlaqəsi kəsilib, onların əlaqəsi kəsilib və bu insan mən nə yaxşı insanam deyir. Və sizə də özün yaxşı bir insan kimi tanıdırsa, ən xatalı insandır. Çünki bunun ən birinci lazımdır valideynlə bağı möhkəmləndirsin. Bu əgər onu kəsibsə, səninlə sadəcə nəyəsə görə dostluq edir. Yeganə İslam dinidir ki,
qohumluq bağlarına bir-birə diqqət edir. Qeyri-insanlar sadəcə maddiyyətə və ya gücə görə insanlarla yaxınlıq edir. Kiminsə maddiyyəti çoxdursa, ona görə ona yaxşılıq edirlər. Və ya kiminsə gücü çoxdursa, ona görə onunla yaxınlıq edirlər. Həzm İbn Hizam radiyallahu anh, Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem yaxınlaşır və buyurur: Ey onlar Rasulü, cahiliyyədə etdiyim, sədəqə verdiyim, qul azad etdiyim və qohumluq bağları yerinə yetirdiyim o savablar var, o savabların mənə bu günləri bir xeyri var yoxsa yoxdur? Və onlar mənim üçün yazıldı yoxsa yox? Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ona çox möhtəşəm bir cavab verir. Buyurur ki, həmin o etdiyinə yaxşılıqlar var ha, sənin İslam'a gəlməyinə səbəbkar bax onlar oldu. Onlar heç bir də boşa getmədi. Həmin o xeyir əməllərindir ki, sədəqə verməyindir ki, qul azad etməyindir ki, qohumluq bağlarına riayət etməyindir ki, səni İslam dininə gətirdi çıxdı. Səni İslam dininə gətirib çıxarmağa səbəbkar olan həmin o qohumluq bağlarına riayət etməyindir. Əziz müsəlmanlar, əsl silə-i rəhim bizə gələnə getməyimiz deyil, bizə verənə verən deyil, bizimlə xoş danışana xoş danışmaq deyil. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Abdullah ibn Amr'a buyurur ki, ey Abdullah, əsl silə-i rəhim bilirsən nədir? Səndən əlaqəsini kəsib uzaqlaşan var ha, ona getməyin. Səninlə ünsiyyət qurmayandan ünsiyyət qurmağın, sənə pislik edəni sənin yaxşılıq etməyin. Əsl silə-i rəhim bax budur. Və başqa hədisdə Allah Resulü buyurur ki, kim ruzusunun çoxalmasın və ömrün də bərəkətlənməsini istəyirsə, qohumluq bağlarına riayət etsin. Və bir gün bir sahabə Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir. Və buyurur ki, ey Allah Resulü, mən qohumlarım var, mən onlara yaxşılıq edirəm. Mən onlara gözəl davranıram, amma onlar mənimlə pis rəftar. Mən onlara gedirəm, amma onlar gəlmir. Mən onlara ünsiyyət qurmaq istəyirəm, onlar mənə deyil. Hər zaman deyil, mən nə edirəmsə onun tərsidir. Həzrət Peyğəmbər buyurur ki, sənin də o yaxşılıqların, onların deyir, ağzına, qızmar deyir, qum yığmağına bərabərdir. Ki, sən daima deyir, onu edirsən, amma onlar tərsin edir. Onlar ağzına od yığır. Və deyir, sən bu xeyir işini tərk etmir. Sən daima xeyir əməlində dur. Allah subhanahu wa ta'ala sənin ucalmaq səbəbini buna bağlayıb. Sən necə ki bu İslam dininə ucaldın və bu dinə çatdın, bu mükəmməl dindəsən, o ucalmaq səbəbin həmin o yaxşılıqlardır. Ki, sənə gəlməyənə gedirsən, sənə etməyənə edirsən. Yaxşılıq edənə yaxşılıq eləmək nə var? Pislik edənə pislik etmək nə var? Ən böyük hünər sənin onu ərkisi etməyindir. Ən böyük hünər gəlməyənə getməkdir. Gələnə nə var ki, bugün bizim evə bir sulqa gətirənə, sabah mən də aparacam. Hünərin gəlməyənə getməkdir. Əsl silə-i rəhim İslam dini istədiyi budur. Yəni, bayaq o başda çatdığım silə-i bağ, rəhim isə ana rəhimdir. Yəni, o bağla. O ana rəhmindən bağlanıb çıxmışıq əslində. Amma bugün biz o bağları qopardıb, sosiallıqdan çıxmışıq kənara. Ki, biz rahat bir şəkildə yaşayacaq. Halbuki bizim rahat bir şəkildə yaşamamız qeyri-mümkündür. Və Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yenə bir sahabə gəlir və sual verir. Ki, ey Allah Resulü, mənim valideynlərim dünyasını dəyişdi. Və mən deyir, dünyasını dəyişmiş valideynlərim üçün edəcək bir işim varmı? Onlar dünyasını dəyişib və tərk etdi, məni getdi. Onlar üçün mən nə edə bilərəm? Həzrət Peyğəmbərimiz buyurur ki, onlar üçün dua et. Özlərindən sonra nə isə sənə buraxıblarsa, vəsiyyət etsə yerinə edir. Amma halal daxilində. Məsələn, mən öləndə mənə üçün ağlaş deyəsən. Mən öləndə mənə üçün 2 metr qəbir daşı qoyasan. Mən öləndə filan şey deyəsən. Mən öləndə qurban kəsərsən. Bunlar deyil. Xeyr əməldir, valideyn nə edir deyibsə, onu edərsən və valideynlərinin qohumları ilə olan bağı sən də qorub saxlayasın. O valideynlərin qohumluq bağı kiminlə etsə, sən də həmin bağı qorub saxlayasan. Sənin də valideynlər və edəcəyin ən böyük axirət yaxşılığı bunlardır.
Çünki sən deyir, onlara getdiyin müddətcə, onlar nə deyəcək? Səni tərbiyə edən valideyni Allah rəhmət etsin. Sən bir öz duanı əldə etmiş olursan, bir də həmin şəxsin duasını əldə etmiş olursan. Çünki ahirətdə biz dünyamızı dəyişəndən sonra bizim ahirətdə bu dünyadakı var dövlətimiz gəlib çatmır. Bizə yalnız və yalnız gəlib çatan xeyr əməllərimiz və arxamızda gələn o dualardır. O dua qapısı bizim açıq. Çünki Allah Subhanahu Teala Quran-ı bu ki, sizin duanız olmasa, Rəbbinizin dərgahında nə kimi qiymətiniz olar? Bizi qiymətə mindirən də dualarımızdır. Allah Subhanahu Teala hər birimizi son nəfəsimizə qədər bu silə-i rəhmi ən əxlaqlı, ən gözəl, ən ədəbli bir şəkildə yerinə yetirən və bu üzrə dünyasını dəyişən bir qullar desin. Allah Subhanahu Teala bizləri əlimizdən, dilimizdən, ümmət Muhammedin əziyyət görmədiyi bir şəxslər desin.